Dərslik yazılandan sonra kimsə sadəcə olaraq çay içəndə orada bir hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi qələmə verirsə, mən buna əhəmiyyətli hesab etmirəm. Elm və Təhsil naziri Emin Əmrullayev bu sözləri ötən ay yerli mətbuata müsahibəsində deyib. Buna baxmayaraq, o məktəb dərsliklərində ciddi məzmun problemlərinin olduğunu da etiraf edib. Dərslikdə, məsələn, deyək, hansısa mövzusu yoxdursa, bu ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu qədər mövzu keçməliyimi? Bəlkə daha az mövzular keçək. Fizika, təbiət, həyat bilgisi kimi dərsliklərin hazırlanmasında iştirak etmiş təhsil eksperti Yalçın İslamzadə Toplum TV-yə deyir ki, nazir çox güman ki, humanitar fənlər üzrə dərslikləri nəzərdə tutur. Çünki təbiət elmlərinin məzmunu dünya miqyasında demək olar ki, razılaşdırılmış məzmundur. Fizika, kimya, biologiya, astronomiya və coğrafiya kimi təbiət elmləri obyektiv olduqları üçün mütəxəssislər arasında məzmunun seçilməsinə dair ciddi mübahisə yaranmır. Yaransa belə müəyyən obyektiv kriteriyalarla tezliklə anlaşmaq mümkündür. Ekspert tarix fənnini misal çəkərək deyir ki, bu dərsliklərdə tənqidi təfəkkürün inkişafına, tarixi hadisələr arasında səbəb-nəticə əlaqəsinə yer verilmir. Zürix Universitetinin araşdırmacısı Mirkəmran Hüseynli düşünür ki, müstəqillik dövründə Azərbaycanda istər tarix, istər digər sahələrdə bilik istehsalına yer ayrılmadığına görə dərsliklər kəsaddır. Mövcud olan dərsliklərdə mövcud olan biliklərin bir çoxu isə Sovetdən qalma ədəbiyyatlardır ki, onları yenidən ədəbiyyatda saxlayıblar. Tək fərqi odur ki, Sovet dövründə ideoloji xətt xalqların qardaşlığı üzərində qurulmuşdur, xüsusilə tarix kitablarında. Müstəqillikdən sonra isə deməli əsas tezislər daha çox düşmənçilik tezisləridir. Araşdırmacı Britaniyanın nümunə gətirərək deyir ki, bu ölkədə tarix kurikulumu ana mənbələr əsasında hazırlanır və şagirdlərdən analitik olmaq tələb olunur. O müqayisə üçün əlavə edir ki, Azərbaycanda ikinci dərəcəli mənbələrə yer verilir və əzbərçilik təbliğ olunur. Bəs yeni dərsliklər hazırlanarkən nazirlik yoxsa müəlliflər əsas söz sahibi olur? Yalçın İslamzadə deyir ki, mövzuların dərslikdə saxlanılması və ya çıxarılması nazirlik və digər qurumların ekspertləri ilə müzakirə olunur və yekdil qərar verilir. Lakin o etiraf edir ki, bu məsələdə çətinliklər də qalır. Əsas çətinlik ondan ibarətdir ki, təhsil icmasının dərsliklərə qoyulan müasir tələblərə dair uzlaşmaları yoxdur. Bir çox mütəxəssis hələ də məzmunun akademik səviyyədə və xeyli nəzəri verilməsinə tərəfdardır. Yeni yanaşmada isə orta məktəb məzmunu üçün qatı akademik doğruluq deyil, materialın yaş səviyyəsinə uyğun təqdim olunması qəbul edilib. Əsas anlaşmazlıq bu mövzuda yaranır. Məncə, təhsil icması müasir tədrisin və tədris materiallarının mahiyyətinin necə olmasına dair müzakirə aparıb, konsensusa gəlməlidirlər. Bu halda daha effektiv nəticə alınır. Emin Əmrullayev müsahibəsində həm də ictimaiyyətə çağırış edərək dərsliklər haqqında rəy vermələrini istəyib. Mirkəmran Hüseynli isə bu cür çağırışların əsasən formallıq xarakteri daşıdığını düşünür. Onun sözlərinə görə indiyədək məktəb müəllimləri dərsliklərlə bağlı rəy versə də, bu rəylərin nəzərə alınması hallarına şahid olmayıb.